olan, gücü satan, kəsməyə qadir olan hər bir müsəlmana vacibdir. Rasul sallallahu aleyhi və səlləm buyurur ki, kim imkanı ola qurban kəsməzsə, bizim namazgaha yaxınlaşmasın. Qurban ən birinci şərti ev heyvanlarından olmalıdır. Bunlar inək, dəvə, qoç və ya qoyun, bir də keçi. Bu heyvanlardan kəsilir. Ən birinci şərt budur. Başqa kəsilən heyvanlar hətta baha olsalar belə qurbanlıq olaraq qəbul olunmur. Mütləq ki, ev heyvanlarından olmalıdır. İkinci, heyvanlar şəri yaşına çatmalıdır. Bu dəvədə 5 yaş, inəkdə 2 yaş, qoyunda və qoçda 6 ay, keçidə isə 1 yaşdır. Bu yaşı tamamlayan heyvanlar Allahın iznindən qurban kəsilə bilər. Qurbanlıq heyvan eyibli, qüsurlu olmamalıdır. Çorluğu açıq aydın bilinəcək şəkildə olmamalıdır. Arıqlığı sümüyü görkəcək qədər olmamalıdır. Topallığı həddindən artıq bilinəcək qədər olmamalıdır. Ola bilsin, heyvan məsələn biraz axsaya bilər, eyib etməz. O qurban kəsmək olar. Amma həddindən artıq bilirsən ki, bu heyvan axsaqdır, ayağı əzilib, demək bunun əvəzində daha yaxşısını kəsmək. Bir də heyvan öz şəri kəsim vaxtında kəsilməlidir. O da nə vaxtı? Zilhiccənin 10-cu günü Qurban bayramı namazından sonra. Rasul sallallahu aleyhi və səlləm Ramazan bayramı namazın gecikdirərdi. Fitrəni çıxartmayanlar çıxartsın deyə. Fitrə verməyən zəkat versin də. Qurban bayramını isə tez qılardı ki, insanlar gedib qurbanlarını kəsəcəklər və xeyrəməllə məşğullasınlar. Zilhiccənin 10-cu günü Qurban bayramından sonra kəsim başlanır. 11-i də kəsmiyorlar, 12-si də, 13-ü gün batana qədər. Hətta gün batmamışdan 1-2 dəqiqə qabaq heyvanın başı kəsildisə, onun soyumu gün batımından sonra olsa belə heyvan sayılır. Gündüz də kəsmiyorlar, gecə də kəsmiyorlar. Lakin gündüz kəsmək ona görə yaxşıdır ki, heyvanı yaxşı şəkildə doğramaq, bölmək və ehtiyac sahiblərinə çatdırmaq. Qurban bayramının ədəbləri var. Hansı ki, buna da bir kəlmə toxunmaq istəyirəm. Bayramın ədəbləri. İnsan bayramdan qabaq yaxşıdır ki, yuyunsun, təmizlənsin. Bayram namazına getməmişdən qabaq gözəl paltarların geyinsin. Ətir istifadə etsin, ətirlənsin. Bayram namazına gediş yolu ilə qayıdış yolu imkan çatırsa ayrı-ayrı olsun. Bayram günü oruç tutmaq olmaz. Bu Ramazan bayramı bir gündür, Şəvvalın 1-ci günü oruç tutmaq olmaz. Qurban bayramı isə həm Qurban bayramı Zilhiccənin 10-cu günü, həm də təşrik günləri 11, 12, 13 oruç tutmaq olmaz, icazəli deyilir. Lakin çalışmaq lazımdır ki, Qurban bayramı günü qurbana qədər aclığımızı qoruyub saxlayaq. Xırda az bir şey yeyək, oruc olmayaq deyə, amma özümüzü doyuzdurmayaq ki, Rasul sallallahu aleyhi və səlləm həmin günü birinci öz kəsdiyi qurban ətindən iştahla yemək üçün. Onun sünnəsidir. Heyvanı da böləndə yaxşı olar ki, bir qismin özün ailənlə saxlayasan, bir qismin qohum əqraba qonşuya verəsən, bir qismin də kasıb-küsub fağır fuqaraya verəsən. Hamısını özün də yeyə bilərsən, hamısını özün də paylaya bilərsən, hamısını qohum əqraba kasıba da verə bilərsən. Lakin bu 3 bölgü eləsən daha çox savab mükafat vardır. Erkək heyvanda kəsmək olar, dişi heyvanda kəsmək olar. Fərqi yoxdur. Erkək heyvanda olar, qoç, dişi heyvanda qoyun olar, kəsmək icazəlidir. Zilhiccə ayının ilk 10